Qarğıdalını çox sevirəm və hər dəfə qarğıdalı sezonu gəldikdə müxtəlif fərqli reseptlər hazırlayıram. İlk öncə qarğıdalını bu şəkildə doğrayıram və sosunu hazırlayıram. Sos üçün bizə soya sosu, teriyaki sosu, xmeli, sumeli, kimyon və paprika lazımdır. Videoda gördüyünüz şəkildə hər birini bir-birinin üzərinə əlavə edib yaxşı qaçdırıram. Daha sonra isə soba qabına yağlı kağız əlavə edirəm və doğradığım qarğıdalıları bu şəkildə soğuza batırıram. Hər tərəfini batırmaq lazımdır və yağlı kağızın üzərinə düzürəm və mən bunu tək hazırlamıram. Yanında toyuğun sinətini də hazırlayıram. Toyuğun sinətini ilk öncə doğradım və qalan soğuzu da toyuğun sinətinin üzərinə döküb qaçdırıram. 15 dəqiqə gözlədirəm və daha sonra isə soba qabına əlavə edirəm. Üzərinə zövqə görə küncüt əlavə edirəm. Mən küncütü çox sevdiyim üçün küncütü biraz bol əlavə edirəm və sobada 250 dərəcədə hardasa 30-40 dəqiqə arası bişirirəm, yəni bişənə qədər. Hazır olduqdan sonra isə servis edirəm. İnanılmaz ləzzətli və fərqli bir dadı var. Əgər sınamamışsınızsa mütləq sizə qarğıdalını və toyuğun sinətini bu şəkildə hazırlayıb dadına baxmağı məsləhət görürəm. Dadını çox bəyənəcəksiniz.